ki, bu 31 dekabr neyin həmrəylik günüymüş? Bir, mənə quru ad lazım deyil. Mənə həqiqətən Əliyevlərin hər özəl gününə xalqın bir bayram kimi soxuşdurublar. Xalq acından qırılır, nə bayramda? Yeni il, bəli, sevinirik, yeni il, təzə il gəlir, il dəyişir, bu ildən bəkləntilərimiz var. Bəli, bu il bunu başa düşdük. Amma həmrəylik nə idi, hə? Puh, içinə soxun belə həmrəyliyin. Deməli, bu həmrəylik məsələsindən deyim sizə. Bu həmrəylik məsələsi nədən qaynaqlanır? Bilirsiniz ki, Heydər Əliyevi öldürmək istədilər. Heydər Əliyev bir gecə səhərə qədər Ayaz Mütəllibovdan söhbət elədi Moskvada, qaçması barədə. Bir gecə səhərə kimi Ayaz Mütəllibovdan söhbət elədi. Sonra təzəcə seçilməz olan Ayaz Mütəllibov birinci katib barədə şikayətlərini, təkliflərini etdi və Ayaz Mütəllibov 91-ci ildə, səhv eləməmsə 20 yanvar idi, hər nəysə belə bir vaxtda Ayaz Mütəllibov ölkənin başına gəldi. Ayaz Mütəllibov gələr-gəlməz Heydər Əliyevdən səhərə kimi Moskvada söhbət elədi. Heydər Əliyevin həyatı təhlükəsi olduğundan dolayı, üstəlik Bakıya gəlmək istəyir, Bakıda evinin belə olmadığından dolayı Ayaz Mütəllibovdan məni qarşılama, orada ev təhlükəsizliyimi təmin eləmə barədə tədbirlər görməyini xahiş edib Ayaz Mütəllibov. Ayaz Mütəllibov deyir, mən Heydər Əliyevi görəndə hər dəfə gözlərim dolurdu, onu bağrıma basırdım, qucaqlayırdım, öpürdüm. Ayaz Mütəllibov Heydər Əliyevin daşşağını əmən adam olubdu. Ayaz Mütəllibov şərəfsiz, namussuzun biri olubdu. Bütün Azərbaycanda partlayışlar, vertolyot qəzasından belə bütün terror, təxribatın ən böyük hissəsi Ayaz Mütəllibovun vaxtında Heydər Əliyev tərəfindən planlanıbdır. Və Heydər Əliyevə ev, hər şey təşkil ediblər. Heydər Əliyev gələndə Heydər Əliyevin götünü dağıtdırıbdı köhnə birinci katib adamlar, özünü tanıyanlar. Heydər Əliyev qaçıb Naxçıvana. Xalq Heydəri sevmir. Üstəlik Rusiyanın dağılmasını istəyən Qarbaçovun ətrafında qüvvələr var, dağılmamasını istəyən KGB, Heydər Əliyev kimi KGB işnikli var, bunlar ölməlidir, götləri qayrımalıdır. Və nəticə etibarilə gələn Naxçıvana, Bakıdan it balası kimi qovulub Naxçıvana gələn Heydər Əliyev, Ayaz Mütəllibovdan da istifadə edərək Azərbaycanda terror təxribat eləməyə davam elətdirir. Naxçıvana gələn Heydər Əliyev birinci Ermənistan liderlərindən kanka olur, çox güclü ilişkilərini bərpa eləməyə və Naxçıvanda müharibəni belə dayandırır. Necə qəhbənin balası idi ki Heydər Əliyev, qəhbə doğub hansı ki onu. Heydər Əliyev gəlir Naxçıvana, uzun sözün qısası fikirləşir bu göt verən necə xalqa özünü sevdirsin. Və həmən vaxtları da İran və Türkiyə, əsasən Türkiyə sərhədində insanlar sərhəd dirəklərini aşırırlar. Bunun Heydər Əliyevdən əlaqəsi yoxdur. Əksinə Heydər Əliyev bunun tamamilə əleyhinə idi. Heydər Əliyev əhatə dairəsindən kənarda, şəxsən bizim qohum əqraba da var. Mənim şəxsən xalam uşaqları, Sədərəyin gömür reisi mavini olan Eldar, onun qardaşı Səttar, mənim doğumu xalam uşaqları. Onlar elə orada rəhbərlərdən biri də onlar olubdu. Sərhəd dirəklərini aşırıblar, ağlaşıblar, nə bilim eləyiblər. Heydər Əliyevin istəmədiyi bir hal baş verib, amma Heydər Əliyev bundan yararlandı. Bir, bu sərhəd dirəklərinin aşırılması sırf 31 dekabrda olmadı. Bu payız aylarında həftələrlə davam edən proses oldu. Sadəcə bunu gətirib 31 dekabra niyə caladınız? Hansı ki işdallah 31 dekabrda orada get dirək sökübdü. O dirəyi söktürənlər mənim xalam uşaqları. Mən bilmirəm nə deyirəm. Heydər Əliyev bütün Azərbaycanlıları əl almaq üçün Naxçıvan Ali Sovetinin sədri olanda, baxın, səs verməyə qoydurur. 31 dekabr dünya Azərbaycanlıların həmrəylik günü kimi Naxçıvan Ali Soveti qəbul eləyir Heydər Əliyevin istəyindən. Sonra 9 gün sonra Ayaz Mütəllibova tapşırıq verir. 9 gün sonra bu Bakıda da Milli Məclisdə, yəni o vaxtın Ali Sovetdə müzakirəyə çıxarılır və 31 dekabr dünya Azərbaycanlıların həmrəylik günü kimi tanınır. Belə həmrəyliyin içinə siyim. Baxa, həmrəylik deyir ya. Gəlin indi həmrəylikdən danışın. Həmrəylik hiss eləyirsinizmi? Bir dənə siz həmrəy olduğunuzu hiss eləyirsinizmi? Hə yazın və ya yox yazın, xahiş edirəm. Dədəbala Əliyevlər 50 milyona qədər Cənubi Azərbaycanda olan Azərbaycanlıların bir dənə xeyrinə qərar veriblərmi? 56 il hakimiyyətdə olan Dədəbala Əliyevlər bircə cümlə ilə 50 milyonluq Azərbaycan türklərinin, Cənubi Azərbaycanın bizi ilə həmrəyliyinə aid, onların haqlarına, hüquqlarına aid, onlarla kardeş olduğumuzdan dolayı bir qərarını, bir danışığını, bir təklifini, bir hərəkətini görmüsünüzmü? 2 milyondan çox 3 milyona qədər Türkiyədə Kars, İğdir bizim torpaqlardır. Orada olan türklərlə bağlı bir dənə kəlmə İlham Əliyevin söz dediyini görmüsünüzmü? Paşinyan Amerika, Floridada, Fransada belə gedib erməniləri tapıb söhbət eləyir. Bir dəfə İlham Əliyevin, Heydər Əliyevin Təbrizə gedib
İğdır'a gedib, Kars'a gedib, Azərbaycanlıları yığıb söhbət elədiyini, həmrəy olduğunu görübsünüzmü? 5 milyondan artıq Azərbaycanlı Rusiyada acından tökülüb küçələrə. Paşinyan gedir orada ermənilərlə görüşür, həmrəyliyini bildirir, sərhəd açıqdır. İlham Əliyevin, Dədəbal Əliyevlərin dünyanın harasında olur olsun Azərbaycanlarla Əliyev hakimiyyətinin həmrəy olduğunu görmüsünüzmü? Görmüsünüzmü? Ya hə yazın ya yox yazın. Yüzlərlə Azərbaycanlı Rusiyada öldürülsə belə İlhamın cıngırı çıxdığını görmüsünüzmü? Baxın ha, prezidentin vəzifəsidir ki, insanların sosial rifahına cavabdehdir. Sosial durumuna cavabdehdir. Bir nömrəli prezidentin vəzifəsi budur. Paşinyan gedib ermənilərlə görüşür, hər cürə dəstək alır, dəstək verir, sərhədləri açıq, hər cürə qucaq açır. Bizimkilər də sərhədləri bağlayıb xaricdəki Azərbaycanlıları ölümə tərk eləyiblər. Hamısına minirlər, dallarını dağıdırlar. Həmrəymiş, həmrəy. Həmrəydi deyim kim? Bax, trolları həmrəylik altında toplayıblar, 10-15 manat verib anasının bağışçısını otellərdə qayırtdırır, İlham Əliyev özlərində bizə qarşı trollıq elətdirirlər. Məmurlar, nazirlər, vəzifələr həmrəydilər. Bax, həmrəy. Bir-birlərinin arvadlarını qayırırlar. Həmrəydilər. Tayfabazlıq, qohumbazlıqdan hakimiyyətlərini sürdürməyə çalışırlar, ayaqda saxlamağa çalışırlar. İT-in ayağını basmır. Xalqı minən idarələr, komitələr, nazirliklər elə qəşəng anlaşırlar ki, xalqı qayırmaqda heç İT-in ayağını basmır. Dünya Azərbaycanlarının həmrəylik günü haçan olacaq bilirsinizmi? Mən və ya digər qeyrətli olan hakimiyyətə gələndə bütün dünya Azərbaycanlarına vətən sizi gözləyir. Vətənin qapıları, pəncərələri, sərhədləri sizin üzünüzə açıqdır. Vətən sizə ölkədə və ölkə xaricində hər tərəfli dəstək verməyə hazırdır. Ey vətən evlatları, artıq erməni şalmayan qanı daşıyanlar rədd oldu, milli hakimiyyət quruldu, artıq bu torpaqlar sizin torpaqlardır. Qayıdın gəlin vətənə, firavan yaşayın. Bax, o günü elan ediləcəyə, prezident elan edəcək, milli məclisə səs verməyə qoyacaq. Bütün Azərbaycanlar üçün ölkədə yaşama, rifahı düzəldi, yaşamaq üçün şərait yaradıldı. Bütün iş adamları, fağırlar, sakinlər, nə bilim necə deyirlər, məzlumlar, hamı qayıda bilər. Bütün neft, qazın pulları, sərvətlərimiz bərabər bölünür. Bütün o, təkcə Hacı Balanın 10 minə yaxın evi var, bir Hacı Balanın kirayədədir. İlhama gedir də 80% pullar, 90. Yəni bütün o məmurların əlində olan minlərlə, 10 minlərlə, 100 minlərlə bəlkə məmurların evləri var, sarar. Onlar hamısı bərabər şəkildə xalqa paylanacaqdır. Dənizlər, zaborlar söküləcək, dənizlər xalqın sərəncamında olacaq. Sərhədlər açılacaq, monopoliya qaldırılacaq. Kim nə istəsə gətirəcək, kim nə istəsə satacaq. Bax, həmrəylik onda olacaq. 10 saniyəyə bildi, bax. 2013 hatte es mit einem respektlosen Pferd zu tun. Das Video wird zum YouTube-Hit. In den staatlich kontrollierten Medien. 10 saniyəyə at. Bu at Allah'ın atı, nə bilim. Bu canlı heyvan, Erdoğan'ın ne cins olduğu, şeytan olduğunu bildi. Bizdə şeytan atı minəndə gecələr cinlər minir, şeytanlar minir. At buna qarşı çox duyarlıdır. Bəzi şeyləri at görür, pişik görür, bəzi heyvanlar, məsələn, it zəlzələni qabaqcadan hiss edir. Bana 10 saniyəyə nə mal olduğunu bildi. Erdoğan'ı 10 saniyə belində saxlamadı. Amma Türk xalqı 25 ilə yaxın Erdoğan'ı belində gəzdirir. Ümumiyyətcə Erdoğan yenə mindi, götbaş oldu, yıxıldı. Amma İlham Əliyev ata mindiyini görmüsünüzmü? Bunlar it cinsidir, bunlar şeytandır. Bəlkə də minərdi, Erdoğan o təzə gələn ki, mindi at yerə çıxdı. İlham Əliyev bildi ki, bu da şeytandır. Həçi, bunlar bilirlər ki, at şeytan. At şeytanı. Görsə İlham Əliyev həmişə qara pişiyin başını sığallayır. Ağ pişiyin başını niyə sığallamır? İndi dedim, ağ pişiyin başını niyə sığallamır? Gedim indi ağ pişiyin başı sığallayacaq. Həçi, başınıza dolanayım sizin. Azadlığınızın bir addımlığındayıq. Hazır olun ayağa qalxmağa. Bunlara dünyanın kaç bucaq olduğunu göstərməyə hazır olun. Bunları itin götünə soxacağıq. Bunları azadlıq meydanında dar ağacına asacağıq. Bunları baltalayacağıq, yavalayacağıq. Silahınız yoxdursa, qəlbinizdən, ruhunuzdan, namusunuzdan, qeyrətinizdən, şərəfinizdən silahlanın. Və İlham Əliyevi, onu qoruyanları məhv eləməmiş evə qayıtdı yoxdur. 2026-cı il onu deyir. Atili Muradilidir. Muradımıza çatacağıq. Vəssalam. 31 dekabr həmrəylik gününüz poxa dönsün. Belə həmrəyliyin içinə siyəsiniz. Amma bir yan var. Yeni ilin gəlişi münasibətilə, bu at ilin gəlişi münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Möhkəm olun. 26-cı il gəlir. Canavarların ili gəlir. Muradına erənlərin ili gəlir. İlham Əliyevə gökdən qoyanların, gökdən qoyulmağını istəyənlərin, İlham Əliyevi petuk eləmək istəyənlərin, o iradələrin, o güclərin, o qeyrətli oğulların, oğul və qızların ili gəlir ki, İlhamı sürüyəcək azadlıq meydanında bu Azərbaycan xalqı. Sağ olun, salamat qalın.